kömək elə. Görürsən, hərdən xəstəxanada dəfələrlə olub, və xəstəxanada gətiriblər, məsələn, birinin yaxınını, xəstəxanada həkimlər düşüb, mütəxəssis həkimlər hamısı yığışıb, amma deyirlər, vəziyyət çox pisdir. Hər şey də var, pulu da var, varı da var, hər şey var, amma orada necə yalvarır? Ay Allah kömək elə, necə xəbər göndərir ona, nə olar dua eləyin? Nə puluna güvənir, nə o mütəxəssis həkimin, düzdür, o da həkimdir, işini görəcək, tam hara mərkəzlənib? Allah sən kömək elə, sən çıxart bizi vəziyyətdən. İnsan bəla zaten insan aparır səcdəyə. Hünər budur ki, neymət vaxtı gedəsən səcdəyə. Neymət gələndə gedəsən səcdəyə. Bəla gələndə bəla öz aparır səcdəyə. Neymətdə isə ədəb aparır insanı səcdəyə sanki. Ayıb deyir, bu qədər neymət verir. Məgər bu neymətin müqabilində şükür eləməmək olar. Bəla insanı səcdəyə aparır, adətən neymət insanı məst edir. İnsan özünü itirməyə başlayır. Ona görə Allah Musa Peyğəmbərə deyir, Yəbnə İmran, ay İmranın oğlu, Yəmurruna bil-cifə fəyəsudduna mənaxirəhum. Mən bəzi bəndələrim var, bir heyvan ki ölür, onun yanından keçirlər, onun bir üfunəti var, burunlarını tuturlar. Amma Yəbnə İmran, onlar ki günah eləyirlər, o günahın bir üfunəti var, o üfunəti niyə bundan pisdir? Onu mələklər hiss edir. Mələklər hiss edir məsələn. Onu pak mənəvi insanlar görsən, tanıya bilir, deyir, ay Allah, bunun elə bir mənəviyyatında boşluq var. İnsan bir pillə qalxdı belədir. Çünki mələk duyur, sanki insandan uzaqlaşır. İnsandan mələklərin uzaqlaşması rəhmətin uzaqlaşmasıdır. Zülmət bürüyüb onun vücudun. Ona görə deyirlər, tez günahdan istiğfar elə, sanki ətirlən. Ətirləni elə belə demədim. Tuattiru bil istiğfar. İstiğfarla özünü inin. Ətirləyin, hədis ya bu. İstiğfarla ətirlənin. Evdən çıxırsınız, məsələn, gəlmişsiniz cümə xütbəsinə. Bir qəşəng ətiri vurdunuz, maşallah, ətir vurun. Hədislərdə var, gözəl ətiri vurun, gəlin, kişilərə deyim xüsusi. Bir dənə də istiğfar ətiri vurarsınız. Hamımıza aiddir bu, istiğfar ətiri daha yaxşıdır. Bu ətiri biz duyuruq, o birisi ətiri mələkut aləm, mənəviyyat, mələklər hiss edir. Ona görə deyir, ay Musa, bəzi insanlar var, o heyvanın yanına keçəndə o ifunət ilə burun tutur. Amma günahlarından daha çox ifunəti gəlir. Davamında gör nə deyir. Buyurur, Yəbnə İmran, ində şədait yədunəni. Problemə düşəndə elə çağırırlar məni. Və yənsuni ində rəxava. Asayişi verən ki, mənudurlar. Qutardı hər şey. Davarıdır da hər şey, neyini təşəkkür edəcək. Hər şey qaydasında gedir. Çətinliyə düşəndə yine Allah. Belə amma vəziyyət yaxşıdır. Bəli. İnsan şükrəhli olmalıdır. Amma mən naşükürəm yoxsa şükrəhliyəm? Bir dənə düstur qoymuşsun qabağınıza, oradan çıxarış eləyə bilərsiniz ki, şükrəhliyi yoxsa naşükürlük. Adətən naşükürlük harada çıxır üzə? İnsan hisslənəndə. O ki, hisslənir, qəzəb yığılır. Qəzəblənəndə insan başlayır Allahdan gileylənməyə. Bu nə deyəmə? Məsələn, belə eləmişsən. Ya məsələn, bir nəfər özünü tutsan, bir köpük adam deyil filan kəs. Peyğəmbər yoldan keçirdi, gördü xanımlar. Bir qrup xanım yığışıb bir yerə. Xanımlar bu cümədə məndən bu sözü qəbul eləsinlər, 2 cümədə onlardan danışıram. Gələn cümə inşallah xeyrinizə danışsam, narahat olmayın. Keçirdi, xanımları gördü, bir neçə xanım. Salam verdi. Salam verəndən sonra xanımlara belə bir söz dedi. Buyurdu, ey şükür eləməyənlər. Onlara aid idi, hamıya aid deyil o. Yəni da turasan desən, bütün xanımlar belədir, yox. Onları elə gördü, elə dedi. Dedi, ey şükür eləməyən xanımlar. Dedilər, ya Rasulallah, niyə bizə belə dedin? Dedi, istəyirsiniz səbəbini deyim. Dedi, buyur. Dedi, siz adətən evdəki məsələn həyat yoldaşın biraz düz gəlmədi, aravuz nə deyirsiniz? Nə deyirik ya Rasulallah? Heç bu evə gələndən bir xeyir görmədim. Dedi, hə. Dedi, bax, o sizi çıxardıb şükür eləyənlərin siyahisindən yazıb sizi naşükürlərin siyahisindən. Doğrudan mı heç xeyir görmədin? Heç xeyir görmədin, insafla. Bəzi kişilər bildim, heç xeyir verməsin. Onu çıxdıq. Biraz düzəldək məsələni. Onlara çıxdıq. Amma da doğrudan mı bir dənə çətinlik yüz verən kimi evdə qayıtdın, dedin,
həyat olur. Səndən bir dənə xeyir görmədim bu gün necə. Bu insanı çıxardır siyahıdan. Olur insan naşükür. Allah katında gözdən düşür. Ona istiğfar eləsinlər. İstiğfar eləsinlər. Kişilərə də aiddir, xanımlara da aiddir. İnsan hirsləndikdə çıxır üzə. İç aləmi çıxır üzə. Nə var nə yox qoyur ortaya. Həqiqətən belədir. Ona maksimum şükür eləməyi bacarmalıyıq. Şükür eləməyi bacarmalıyıq. Amma həddində hər şeydə. Hər şey həddində. Ki yorulmayaq da. Dostlardan biri deyir, mən deyir, özü danışdı mənə 2-3 gün bundan qabaq, deyir, tələbələrdən biri danışır, deyir, bir dənə yerə getmişdik namaz qılmağa, bir nəfər də alim gəlmişdi, həmən yerdə namaz qılırdı, o, mənimlə də namaza gedən adam ya bunu ilə getmiş, ya bundan qabaq. Deyir, biraz təzə gəlmişdi namaza, o alim başladı namaz qılmağa, namazı uzatdı. Birinci rikət uzandı, ikinci rikət uzandı, üçüncü rikət getdi rüküyə, görən bu dilxor olub, deyir. Bu yazı təzə gəldi namaz. Rükuya getdi, üçüncü rikətdə piş namaz qayıtdı. Subhanə Rabbiyəl azimi və bihamdi. Qalxmır. Subhanallah, Subhanallah, Subhanallah. Qalxmır. Rabbi salli ala Muhammed deyəndə bu rükudan qalxdı. Vallahi mən bu namazdan heç nə başa düşmədim. Durdu çıxıyor. Durdu.